İndiki zəmanədə kasıba qız vermək olmaz. Bu cümləni çox eşidirik. Sanki dəyər ölçüsü insanın imanında, xarakterində deyil, cibindəki puldadır. Amma bu düşüncə çox təhlükəlidir. İslamda belə buyurulur: məhrəmlik, evlilik və həyat yoldaşı seçimi var-dövlətə görə yox, insanın əxlaqına və imanına görə olmalıdır. Pul dəyişir, azalır, artır, amma xarakter dəyişmir. Bəzən varlı birinə verilən qız bədbəxt olur, çünki sevgi yoxdur. Bəzən kasıb birinə verilən qız xoşbəxt olur, çünki hörmət, mərhəmət və halal ruzinin bərəkəti var. Pul ev alar, toy edər, amma xarakter evliliyi saxlayar. Pul masanı doldurar, amma mərhəmət qəlbi doldurar. Pul rahatlıq verər, amma iman ailəni qoruyar. Həqiqət budur. Kasıb olmaq qüsur deyil, haram yemək, təkəbbür, xəyanət, hörmətsizlik qüsurdur.